Salam, hər vaxtınız xeyir. 15 mart tarixində buraxılış imtahanına düşmüş riyaziyyat suallarına baxaq. İlk nömrəli sualda bizə belə bir ifadə verilib. Sürətdə yazıb 25a kvadrat çıxılsın 16, məxrəcdə də 5a plus 4. Kəsirini ixtisar edin deyir. Baxın, yuxarıdakı ifadə müxtəsər vurma düsturudur da, a plus b, a minus b kimi açılır. Yəni 5a plus 4 vurulsun 5a minus 4. Və məxrəcdə də 5a plus 4 var. Təbii olaraq bunlar ixtisar gedir və cavabımız 5a-4 olaraq qalır. Doğru cavab D variantı. Keçid digər suala. 62 nömrəli sual. Funksiya ilə əlaqədar sualdır. Demək, bizə bir fx funksiyası verib və deyir ki, bu funksiya bu şəkildədir. F3'ü tapın. Funksiyamızın sürətində 2x plus 3 var. Məxrəcində x kvadrat plus 2 var. Baxın, F3'ü tapmaq istəyiriksə, məlum məsələdə x-in yerinə 3 qoymalıyıq. O zaman olacaq sürətdə 3 vur 2, 6 plus 3, 9. Məxrəcdə də 9 plus 2, 11. Doğru cavab olacaq Y variantı. Keçid alaq 3 nömrəli suala. Bu sualda trapesiya ilə əlaqədar sualdır. Demək, trapesiyanın hündürlüyünü verib, oturacaqlarını verib sahəni istəyir. Biz bilirik ki, trapesiyanın sahəsi orta xətt ilə hündürlüyün hasilinə bərabərdir. Orta xəttdə oturacaqların cəminin yarısıdır. Baxın, bu ifadə. Yəni ki, 4 plus 2, 6 böl 2 vurulsun 12. Cavab 36 edir. Y variantı. Keçid alaq digər suala. 4 nömrəli sual da çoxluqla əlaqədardır. Bizə 2 dənə çoxluq verib, A və B çoxluğu və deyir ki, A çıx B-ni hesablayın. Baxın, əziz izləyicilər, A çıx B o deməkdir ki, yəni A-da olub B-də olmayanlar. Diqqətlə baxsaq, demək 1-dir, 3-dür, sonra da 5'dir. Yəni bu sıraya daxil olanlar 1'dir, 3'dür və 5'dir. Bu da qeyd olunub D variantında. Keçid alaq növbəti suala. 65 nömrəli sual. Çoxhədli verib deyir vuruqlarını ayırın. Bu ki çox sadədir. Baxın, verilən çoxhədlinin hər iki tərəfində 12a ortaq vuruq kimi var da bunu mötərizə xaricinə çıxarda bilərik. Çıxsa 12a mötərizə xaricinə, qalacaq içəridə A çıxılsın 24. Bitdi. Doğru cavab oldu burada C variantı. Keçid alaq digər suala. Permutasiya ilə bağlı bir sualdır. Əvvəlcə gəlin permutasiyanın düsturunu xatırlayaq. Permutasiya n-dən k bərabər idi. N faktorial bölünsün n çıx k faktorial. Faktorialın da nə olduğunu bilirsiniz də, 1'ə qədər olan hasil deməkdir. İndi biz permutasiya 4'dən 4'ü taparıq, üzərinə gələrik permutasiya 3'dən 3'ü. Elə birbaşa buradan da deyə bilərik və yaxud ümumiyyətlə yadda saxlayın. Permutasiya 4'dən 4 olsun, permutasiya 3'dən 3 olsun. Bunlar elə həmən ədədin öz faktorialı edir. 4 faktorial, üstəgəl 3 faktorial. Düsturda da yoxlaya bilərsiniz. 4 faktorial 4, 3, 2 hasildir, 24 edir. Digəri də 3 vur 2, 6 edir. Cəm 30 edir. Doğru cavab C variantı. Keçid alaq digər suala. 67 nömrəli, yəni 7 nömrəli sual belə deyək. Burada da demək bizə bir A verib, sonra da bir B verib, işarələrini müəyyən edin deyir. Baxın, A-nın aid olduğu ifadə kosinus 271 dərəcə şəklində göstərilib. B-nin aid olduğu ifadə tangens mənfi 187 dərəcə şəklində göstərilib. Baxın, əziz şagirdlər, bilirik ki, tangens tək funksiyadır, yəni ki, mənfi qırağa çıxa bilər. Mənfi qırağa çıxsa, mənfi tangens 187 dərəcə eləyər. Sonrası da artıq rübdən asılıdır. Baxın, kosinus 271, bu 4-cü rübdə artıq. 4-cü rübdə kosinus təbii olaraq müsbət idi. A müsbətdir. Gəlirik B-yə. B bu ifadədən ibarətdir. Mənfisi də var böyründə. Birinci, tangens 187. Tangens 187 3-cü rübdür. Və 3-cü rübdə tangens müsbət qiymət alır. Çünki sinus da mənfidir 3-cü rübdə, kosinus da mənfidir. Yekunda tangens müsbət olur. Yanında mənfisi var deyənə B mənfi olur. Bu şəkildə A müsbət, B mənfi. Baxaq hansı variant uyğun gəlir? A variantına uyğun gəlir. Bu şəkildə. Davam eləyək. Həqiqətən bura qədər rahat gəlmişik. Sualların səviyyəsi normaldır. Hətta normaldan biraz aşağıdır. Rahatlıq səviyyəsi bu mənada aşağıdır. Rahatdır bir qismi. İndi gəlin davam eləyək digər sualla. 68 nömrəli sual. Baxın, bu sual demək sadə suala oxşayır. 16'nın üstündə 0,36 verib. Baxın, bunu belə yazıram da %36 vur
16'nın üzəri %14. Bu ki çox sadədir. Əsaslar eynidirsə vuranda üstlər toplanır. Olur 16 üzəri %50. %50 2də 1 deməkdir də, yəni ki 16 üstü 2də 1. 16 üstü 2də 1 də kök altda 16 deməkdir. Təbii ki ikinci dərəcədən. Bu da 4 verir də. Cavab oldu 4. D variantına uyğun gəlir. Keçid alaq digər suala. 69 tamamilə şifahidir. Düzbucaqlının diaqonallarının sayını tapın. Əziz şagirdlər, düzbucaqlının 2 dənə diaqonalı var. Bitdi. 69 B variantı. Keçid alaq digər suala. 70 nömrəli sual. Demək, çoxluqla əlaqədar sualdır. Böyük ehtimal Eyler-Venn diaqramı ilə həll ediləcək. Eyler-Venn diaqramı çəkim mən burada, sonra da məsələmizə baxaq. Bu bir dənə olsun, bu da digəri. Eyler-Venn. A çoxluğu olsun, B çoxluğu olsun. Özü müxtəlif çəkdim. Element sayları da zaten müxtəlifdir. Və təbii ki saydan söhbət gedir də. NA, NB-dir. Bizə deyib ki B A-nın alt çoxluğudur. B alt çoxluğudur A. Sonra isə NA-nı 9 verib, aydındır. NB-ni də 4 verib. Nəyi soruşur bizdən? Demək, təsadüfən 2 element seçirik bu çoxluqda. Bu seçilən 2 elementin A çıx B-yə daxil olması hadisəsinin ehtimalına baxarıq. Baxın birinci, diqqətlə nəzər yetirsək, alt çoxluğunu başa düşməliyik. Alt çoxluğu nə deməkdir? B A-nın alt çoxluğudur. Bu o deməkdir ki, B-nin bütün elementləri A-nın içində mövcuddur. Yəni ki, kesişmədə elə birbaşa bütöv B duracaq. 4 dənə element. A-nın da 9 dənə elementi varsa, yalnız A hissəsinə də düşəcək 5 dənə element. İndi gəlin davam eləyək burada. Deyir ki, A çoxluğundan təsadüfi seçilmiş 2 elementin, demək A çoxluğundan təsadüfi olaraq 2 dənə element seçirik. Aydındır. Bunun A çıx B-yə daxil olması hadisəsinin ehtimalını tapın deyir. Baxın, bu kombinezonla həll edilir də. Kombinezon ümumilikdə A-da 9 element var da. 9-dan ikisi seçilir. A çıx B-yə, yəni yalnız A-ya aid olan hissəyə daxil olma ehtimalı həmən 2 elementin kombinezon 5-dən 2 deməkdir. Şimdi biz burada qıraqda bunları hesablayaq. Kombinezonun düsturu n faktorial bölünsün n çıx k faktorial vur k faktorial idi. Qısaca demək 9 faktorial böl 9 çıx 2, 7 faktorial vur 2 faktorial. Sürətdə də 5 faktorial böl 3 faktorial vur 2 faktorial. Gəlin hesablayaq. Baxın, məxrəcdə burada mən 9 faktorial yaza bilərəm ki, 9 vur 8, 7 faktoriala qədər burada dayandıracağım. Vur 7 faktorial. Sonra 5'i də mən yaza biləcəm. 5 vur 4 və vur 3 faktorialda dayandıracağım. İndi baxın, 3 faktorial getdi. 7 faktorial, 7 faktorial getdi. Nə qaldı? 5 vur 4, 20 böl 2 faktorial. 2 faktorial da bilirik də. 2 vur 1'dir, yəni 2. 20'ni 2'yə bölürəm 10. Gəlirəm bura. 9 vur 8, 72'dir. 2'yə bölürəm 36 edir. 2 faktorial elə 2 eləyir də onun üçün. Şimdi bunu ixtisar aparaqda. İxtisar aparaq 2'yə. Burada 18 duracaq. Burada da 5 duracaq. Bitdi. Doğru cavab A variantı. Keçid alaq digər suala. 71 nömrəli sual. 71 nömrəli sualda deyir ki, 4-cü rübdə yerləşən A nöqtəsindən, demək 4-cü rübdə yerləşən bir A nöqtəsindən söhbət gedir. Mən qısaca bir təsvir edeyim burada bunu. Baxın, 4-cü rüb buradır da, bu rüb. Bu A nöqtəsindən abisiz soxuna qədər məsafə 4. Baxın, buradan bura məsafə 4'dür. O deməkdir ki, demək burada duran y koordinatı mənfi 4'dür. Bu da 0'dır da məsafə 4 edir. Eyni zamanda ordinata qədər olan məsafə 6'dır. Yəni buradan bura olan məsafə 6'dır. Bu o deməkdir ki, bu koordinat müsbət 6 koordinatıdır. Bizdən koordinatları istəyir birbaşa. X-ı müsbət 6, Y-ı mənfi 4. Doğru cavab C variantı oldu. Bitdi. Bu qədər sadə. Keçid alaq 72'yə. 72'də düzbucaqlı üçbucaq verib kosinus vur tangensi istəyir. Baxın, kosinus alfa bərabərdir. Birinci bunu hesablayaq. Kosinus bitişik katetin hipotenuza olan nisbəti idi. Yəni A bölünsün C. Digər tərəfdən tangens betanı hesablayaq. Tangens beta bərabərdir. Beta tangensin betası, yəni ki, betanın qarşısında duran tərəfin betaya bitişik olan tərəfə nisbəti. Yəni ki, A böl B. Bu ikisinin hasilini istəyir də. Kosinus alfa vur tangens beta bərabərdir. Bu ikisini bir-birinə vuranda olacaq
A kvadrat böl BC. Doğru cavab B variantı. Keçid digər suala. Digər sual nisbətən maraqlı sualdır. Demək, kosinus 20 dərəcə verib bizə 73 nömrəli sual. Kosinus 20 dərəcə bərabərdir A olarsa, sinus 10 dərəcəni hesablayın. Maraqlı sualdır. Baxan kimi görürük ki, kosinus 20 sinus 10. Burada 2 alfa düsturu gözümüzə çarpır. Baxın, kosinus 2 alfanın sinusla əlaqəli düsturu belə idi də. Kosinus 2 alfa bərabərdir 1/2 sinus kvadratı alfa. Bitdi. Bizə bu ifadə lazımdır da, yəni sinus 10, yəni sinus alfada. Çünki bu kosinus 2 alfadır. Birbaşa buradan biz tapsaq əgər bunu, demək, sinus kvadratı alfa bərabər olar. 1'i atıram o tərəfə. Kosinus 2 alfa çıx 1. Sonra bölünsün 2 var. Bölü 2. Hətta burada kvadratı da götürsək bu tərəf kökə girəcək də, məlum məsələdir. Kvadratı buradan götürsək, çünki sinus kvadratı idi. İndi gətirib qiymətləri yerinə qoyuruq. Sinus 10 lazım deyil bizə. Sinus 10 alfa rolunda çıxış edir. Alfa bərabərdir kökün altında kosinus 20 A'dır. Çıx 1 bölü 2. Oturacağının perimetri 15. Yan tili demək 9 olan düz prizmanın yan səthinin sahəsini tapın. Baxın, bu ki çox rahatdır. Baxın, oturacağın perimetrini 15 verib. Eyni zamanda yan tili 9 verib və düz prizmadır. Düz prizmada əziz şagirdlər, yan til eyni zamanda, yəni yan səthin sahəsi üçün hündürlük rolunda çıxış edir burada. Yəni ki, hündürlüyü 9'dur. Yan səthinin sahə düsturu da bu cür idi. P oturacaq vurulsun H idi. Yəni ki, 15 vur 9 hesablayarıq. Bitdi. 90, 9, 5, 45. Toplasaq 135 eləyəcək. Doğru cavab 135. Gəlirik bu suala. 75 nömrəli suala baxsaq, demək, uzunluqları 500 və 300 olan iki tunel verib, onlar arası məsafəni də verib və qatar bir tuneldən girib başqa tuneldən tam çıxmalıdır. Qatarın sürətini bizə verib, uzunluğunu verib. Deyir ki, qatar birinci tunelə girməyə başladığı anda, yəni düz bu sərhəddə, demək, bundan neçə dəqiqə sonra ikinci tuneldən tam çıxacaq. Yəni, belə deyək də, sadə dildə qatarın başlanğıc hissəsi buradan girməlidir. Çıxanda da arxa hissəsi buradan çıxmalıdır. Bütöv bir yol olmalıdır da burada. Qət eləyəcəyi bir yol var. Birinci o bütöv yolu necə tapacağıq? Baxın, məlum məsələdir. Buradan başlayırsa 500 burada gedər, 300 burada gedər, 15 kilometr də burada gedər. Bura qədər məsafə, indi fikir versinizsə metrlə göstərilib və gəlin çevirək kilometrə. Bu 0,5 kilometr, bu 0,3. Toplasaq hamısını 15,8 kilometr eləyir. Yəni bu hissə. İndi qatar ucu bura olanda belə olur da, yəni ki, girib burnu qatarın başlanğıc hissəsi burada duranda məsafə 15,8'dir. Axı qatar tam çıxmalıdır. Demək, qatar bu sərhəddən əlavə öz uzunluğu qədər də yol getməlidir ki, tam çıxsın tuneldən. Yəni ki, üstünə uzunluğunu gəlməliyik. 200 metr 0,2 kilometrdir. Toplasaq bütöv gedəcək yol 16 kilometrdir. Qatarın sürətini bizə verib də 64 kilometr bölü saat verib də. İndi deyir, neçə dəqiqə sonra bu proses baş verər. Yəni ki, zamanı tapaq. 16 bölü 64. Bu da eləyir 4'də 1. Təbii ki, saatla ifadədir bu. Çünki bizim bu kilometr və saatımız var. Dəqiqə istəyir. Saatı da dəqiqəyə çevirmək üçün 60'a vurmalıyıq da. Bu da 15 dəqiqədir. Bitdi. Doğru cavab 15 dəqiqə. Keçid digər suala 76. Loqaritma ilə əlaqədar sualdır. Deyir, tənliyin kökləri hasilini tapın. Birinci baxın, bu 2'nin üstünə 3'ü yazırıq. Birinci o mötərizənin, böyük mötərizənin əvvəlindəki loqaritma gedir. Qalır loqaritma 2'yə görə x'in kvadratı çıx 3 loqaritma 2'yə görə x üstə gəl 4 bərabərdir 2'nin kubu 8'ə. 8'i atıram bu yana çıx 4 eləyir də. Çıx 4 bərabərdir 0'a. Öyrənmişik ki, biz bu tip şeyləri adətən necə həll edirik? Əvəzləmə qaydası ilə. Yəni ki, bir A deyirik. Normal qaydada da bir A deyirik. Oradan əvəz edirik. Gəlin baxaq. Buna bir A desəm, loqaritma 2'yə görə x bərabərdir A. Yerinə qoyanda olar A kvadratı çıx 3A çıx 4. Kvadrat tənlik aldım. Çevrilmiş kvadrat tənlik üstəlik. Viyyət təriminə görə köklər cəmi 3, hasili -4 eləməlidir. Bu şərtləri ödəyən köklər də demək hansılardır? 4 ilə -1'dir.
İndi gətirib yerinə qoyub loqaritmanın kökünü tapmalıyıq. Bir dəfə loqaritma 2-yə görə x 4-ə bərabərdir. Buradan x-ı 2 üzəri 4, 16 tapırıq. Bir dəfə loqaritma 2-yə görə x mənfi 1-ə bərabərdir. Buradan da x-ı 2 üzəri mənfi 1, 0,5 tapırıq. Köklər hasilini istəyir, düzdürmü? Bir-birinə vuranda 8 eləyir də. Cavab 8. Bitdi. Digər suala baxaq. Demək, digər sual buradadır. Üzr istəyirəm. 77. 77-də nə deyir? Demək, bərabərsizlik verib, tam həllərinin cəmini istəyir. Baxın, əziz şagirdlər, bərabərsizliyi normal qaydada həll eləyəcək vurğuları ayırma düsturu ilə. Birinci kökləri tapmalıyıq. Yenə çevrilmiş kvadrat əlnikliyi teoreminə görə köklər cəmi 6, hasili mənfi 7 eləməlidir. Belə diqqətlə baxanda görünür ki, köklər, demək, 7 ilə mənfi 1-dir. O zaman vurğuları ayırma düsturu ki var idi. A vur x çıx x1, vur x çıx x2. Bu düsturu tətbiq eləyəsək, görərik ki, olacaq. A1-dir, x çıx 7 vur, x plus 1 şəklində. Kiçikdir 0. Və sonra nə edirik? İnterval qururuq da. Kökləri yazırıq. Mənfi 1-dən 7. Sərhədləri müəyyən eləyək də qiymət verərək. 7-dən böyük bir qiymət qoysam yerinə bura müsbət alınır, bura mənfi alınır və digər tərəfdə müsbət alınır. Mənə hansı aralıq lazımdır? Mənfi aralıq. Və fikir versiniz heç biri daxil deyil. Mənfi 1-lə 7 arası. Heç biri daxil deyil. Bu aralıqda qiymətlər cəmi, tam qiymətlər cəmi, düzdürmü? 0 zaten cəmdə önəm daşımır, getdi. 1, 2, 3, 4, 5 və 6 toplasaq 21 eləyər də. Cavab oldu 21. Bitdi. Digər suala baxaq. 78 nömrəli sual. 78 nömrəli sualda demək loqaritma verib və kökün altındadır təbii ki. Baxın, bu tip şeylərdə həmişə sağdan başlamaq daha rahat olur. Diqqətlə baxaq. LG 100, LG 10-luq loqaritmi idi də, yəni ki, loqaritma 10-a görə 10, belə deyək. LG 100, onun kvadratı var da burada. Bu LG 2 gedir qabağa, 2 eləyir. 2 7 ilə toplansa 9 eləyər. Kökdən 3 çıxar. Nə qalar yerdə? 2 loqaritma 3-ə görə 3. Bu da 1 deməkdir. 2-yə vuranda 2 edir. Yanında üstəgəl 14 var. Eləyir 16 kökün altında. 16-dan da 4 çıxır da. Yekun nəticədə qalır loqaritma 2-yə görə 4. 2 gedir qabağa. Burada 2 alınır da cavab. Bitdi. Gəlirik 79-a. 79. Demək, katetləri bu olan düzbucaqlı üçbucağın böyük katet ətrafında fırlanmasından alınan fiqurun yan səthinin sahəsini tapın. Baxın, düzbucaqlı üçbucaqdır. Böyük katet ətrafında fırlanırsa, əmələ gələn fiqur konusdur da, məlum məsələdir. Baxın, diqqətlə. Bu hündürlüyü çəkirəm. Elə bil ki, düzbucaqlı üçbucağın h hündürlüyüdür. Yəni, bir kateti də eyni zamanda bu katet ətrafında fırlanıb. Bu da kiçik katetdir də. Buranı vermişdi bizə, demək, 8 böyük katet olduğundan bura 6'dır. Bu tərəfdə 6 olmalıdır. Və bu 6 eyni zamanda altdakı o alt oturacağın radiusudur. Sonra nə deyir? Yan səthin sahəsini istəyir. S-yan konusda pi r l ilə tapılırdı. Demək, l-i bilməliyik, doğranı bilməliyik. Bu da məlum məsələdə Pifaqor teoremindən 8-in kvadratı 64, bu da 36, 110 eləyir. S-yan bərabərdir. Pi vur, r radius 6'dır, l də 10'dur. Cavab 60 pi eləyir, santimetr kvadrat da öz yerində. Bitdi. Davam eləyək 80 nömrəli suala baxaq. 80 nömrəli sualda deyir ki, Samir hər bir satış qiyməti 250 manat olan su filtrlərinin satdığı mağazada işləyir. Aydındır. Və deyir ki, bu Samir maaş olaraq 1000 manat əldə edir, qazanır. Sonra deyir ki, bundan əlavə satdığı hər filtrin satış qiymətinin 4% qədər bonus alır. Və yanvarda bütöv bunun əmək haqqısı 1400, fevralda 1560 olub. O fevral ayında yanvar ayındakından neçə ədəd çox filtr satıb? Maraqlı sualdır. Birinci bunu başa düşürük ki, normalda 1000 manat maaş alır. Və hər filtri satdığına görə həmən filtrin qiymətinin 4% qədər bonus alır. Birinci görə filtrin 4% nə qədər edir qiymət olaraq? 250 manatı da filtr. 4%-ni hesablasaq eləyər 10. Demək, hər filtrə görə 10 manat qazanır. Əla. Normal maaşı isə 1000 manatdır. Yanvar ayında, baxın, çox qısa yazıram. Dərin tənlik qurmağa ehtiyac yoxdur. Təbii ki, açıq düşəndə siz orada tənlik qurmalısınız. Mən cavabı sizlərə tez yetişdirmək üçün deyirəm. Baxın, 1-ci yanvar ayında 1400 manat maaş alıb.
1000 normal maaşı idi, 400 bonusdan yığılandı. Baxın, satdığı bir filtrə görə 10 manat qazanır. İndi 400 manat qazanıbsa, demək bu nəticədə nə qədər filtr satıb? 40 filtr satıb yanvar ayında. Fevral ayında isə 1560 maaş olub. Bunun 560'ı artıqdır da, yəni bonusla olandır. Yenə bir filtrə görə 10 manat əlavə bonus qazanırdısa, nəticə bu olur ki, demək 56 dənə filtr satıb. Həmən bu fevral ayında. 40 yanvar ayında, 56 fevral ayında. Nə qədər çox satıb deyə çıxırıq da, cavab 16 eləyir. Bitdi. 81 nömrəli suala baxsaq, deyir, printer bir səhifə rəngli kağızı 50 saniyəyə, bir səhifə ağ-qara kağızı isə 30 saniyəyə çap edir. Yarım saat müddətində fasiləsiz işləyən printer 40 səhifə çap edilmişdirsə, bunlardan neçəsi? 81 nömrəli suala baxsaq, deyir ki, printer bir səhifə rəngli kağızı 50 saniyəyə, bir səhifə ağ-qara kağızı 30 saniyəyə çap edir. Sonra deyir ki, yarım saat müddətində fasiləsiz işləyən printerdə 40 səhifə çap edilmişdirsə, bunlardan neçəsi rənglidir? Maraqlıdır. Baxın, rənglilərin sayını bilmirik, məlum məsələdir. Ümumi 40 səhifədir, düzdür. Rənglilərin sayına bir dənə x deyək. Eyni zamanda çıxarılma müddətinə bir şey deyək də, burada verib onu zaten. Baxın, müddət. Burada onu verib 50 saniyə. Sonra rəngsiz də, rəngsiz belə deyək digərlərini, elə ağ-qara kimi düşünək. Sayı olacaq artıq 40x. Ümumi 40 idi axı. Bunu da 30 saniyəyə belə deyək çap edir. Ümumilikdə yarım saat çap müddəti gedib. Yarım saatda gəlin saniyəyə çevirək, yəni 30 dəqiqəni saniyəyə çevirək. 30 vur 60 1800. 1800 saniyə ümumi proses gedib. İndi gəlin baxaq da, baxın x dənə rəngli kağız birdən çap etsə, 50 saniyə vaxt getsə, ümumilikdə bu qədər vaxt gedər də, 50x qədər vaxt. Üzərinə gəlsin birdən 30 saniyə ərzində də bir dənə ağ-qara hazırlayırsa, 40 minus x dənə ağ-qaranda bu müddət ərzində hazırlayar. Yekun olaraq 1800 müddət gedib, saniyədən söhbət gedir. Hesablanma da hesablayaq. 50x bu da eləyir demək. Vuranda 1200 çıx 30x bərabərdir 1800. İndi gəlin bunu hesablayaq da, 50-dən 30 çıxanda 20x eləyir, bərabərdir bu 600'dür. Demək. Böləndə də x bərabərdir 30 eləyir. Nəyi tapdıq? X-i. X nədir? Rəngli olanların sayı. Elə bizdən onu istəyirdi. Cavab oldu 30. Bitdi. Digər suala keçid alaq. 82 nömrəli sual. Bu maraqlı sualdır. Demək bir çevrədir. Qeyd eləyək. Şəkli burada çəkəcəm. Bu bizim çevrə olsun. Toxunan var. Eyni zamanda kəsən var. Bu çevrədir. Baxın, kəsəni də çəkirəm. Bu bizim kəsənimiz. Bu bir A nöqtəsidir. Kəsən iki nöqtədə kəsir. C və D nöqtəsində məsafələr verib bizə. Yəni bütün məsafələri verməsə də bir çox şeyləri verib bizə. Demək bura D'dir. Burada B'dir. Buranı 1 verib, buranı kökdə 5 verib. Üzr istəyirəm, tərsinə. Buranı kök 5 verib, buranı 1 verib. Nə istəyir? Çevrənin radiusunu tapın. Bucaqda 90 dərəcədir. Baxın, bu da radius. Radiusu necə tapa bilərik? Baxın, birinci. Buranı kök 5 verib, buranı 1 verib. Birinci toxunan bir xassəsi var. Toxunanın kvadratı bərabər olmalıdır. Kəsənlə toxunan çəkilibsə eyni anda. Kəsənin kiçik hissəsinin bütövünə olan hasili. Yəni ki, kök 5'in kvadratı 5 bərabər olmalıdır. 1 vur, 1 plus x hasil. Buradan da məlum məsələdə x4 tapılır. Elə birbaşa gəlin CD hissəsinə, yəni CD məsafəsinə bir 4 deyək. Bura oldu 4. Başqa nə eləyə bilərik? Baxın, bu mərkəzdir də, məlum məsələdir. Mərkəzdən radiusu çəkək. Radius toxunma nöqtəsində perpendikulyar olurdu da, həmən bu nöqtəyə. Bu məlum məsələdir. Toxunma nöqtəsində toxunana perpendikulyar olur radius və yaxud buradan bura çəkirəm bu hissəyə. Bununla işim yoxdur mənim. İndi məsələ nədir? Buranı kök 5 verib, buranı 1 verib, radiusu istəyir. Radiusu da müxtəlif yollarla tapmaq olar. Ən məsləhətli yollardan biri nədir? O yola baxaq. Baxın, burada yaranan fiqura bir dənə diqqət yetirək. Bunu qırıq-qırıq xətlərlə bu şəkildə birləşdirsəm, diqqətlə baxaq. Bura 90 dərəcədir, məlum məsələdir. Bura kök 5'dir, bura 1'dir.
Bununla da işimiz yoxdur. Və yaxud bunu da buradan çəkə bilərəm. İndi hər cür üsulla davam eləmək olar. Ondan işim yoxdur, amma bu daha əlverişli üsuldur. İndi gəlirik çevrənin radiusunu tapın. AC verdi. AB'də kök 5'dir. Baxın buranı 4 tapdıq. İndi gəlirik radiusu tapmaq mərhələsinə. Radiusu necə tapa bilərik? Müxtəlif üsulları var. Yəni indi ən məsləhətli üsul, belə ağla, məntiqə ən yaxşı, rahat gələn üsul hansı üsuldur? Bu bucaq 90 dərəcədir. Bu bizə məlumdur. Baxın, biraz diqqətlə baxsaq, çox yox, biraz diqqətlə baxsaq, çox şey bəlli olacaq indi. Bu O mərkəzdir. İndi gəlirik radiusu tapmaq mərhələsinə. Radiusu necə tapa bilərik? Baxın, tutalım, bunu çəkək. Bunu çəkdim. Bunu çəkirəm. Bu hissə radiusdur da, məlum məsələdir. Bu radiusdur. Radius vətərə çəkilir. Radius vətərə perpendikulyar istiqamətdə çəkilirsə, mən perpendikulyar çəkirəmsə vətərə, vətəri və onun gərdiyi qövsü yarıya bölünməlidir. Bu məlum məsələdir. Onda mən bu hissəyə 2 deyə bilərəm. Yaxşı, əla. Baxın, bunu çəkirəm. Bu nədir? Bu da eyni zamanda radiusdur. Və eyni zamanda yanaşı tutuşturanda görürük ki, buradan bura qədər olan məsafə də elə bu kənarda duran radiusa bərabərdir. Başqa sözlə 2 plus 1 radiusu 3 olaraq tapır. Cavab oldu 3. Maraqlı sual idi. Digər sual 83 nömrəli sual demək deyir ki, dənizdə A və B məntəqələrində olan gəmilər aydındır verilib, düz xəttlər verilib, qiymətlər verilib, nə istəyir? C kəsişmə məntəqəsindən D məntəqəsinə qədər olan məsafə. Baxın, yaxşı olar ki, biz bunu burada təsəvvür edək detallı olaraq. Demək, bunları çəkək bu şəkildə. Demək, bu nöqtələri qeyd eləyək də A nöqtəsidir, B nöqtəsidir, bura Y'dir. Bura D nöqtəsidir, burada C nöqtəsi. Demək, burada nə var? Deyir ki, D'ye 12'dir, D'ye 12'dir, aydındır. Bucaqlar 90'dır öz yerində. AD'ni 9 verib, sonra BY'ni bizə verib, yox, üzr istəyirəm, BD'ni verib. BD 20'dir, bura 20'dir, aydındır. 20 isə baxın, bura X deyirəm, bura olur 20 çıx X. Çünki elə bunu soruşur, DC məsafəsini soruşur da, C'dən D'yə qədər olan məsafə. Ola bilər ki, bu cür yazmaq xeyrimiz olsun. Sonra burada nələr var? Qiymət olaraq nələr verilib? Diqqətlə baxaq. Başqa da belə bir şey verilməyib. Yaxşı, indi gəlin bunun tapılma mərhələsinə. Bunu necə tapa bilərik? Birinci, gəlin diqqətlə baxaq. Bu bütöv I20 verilmişdir, düzdür? I20, bu da 12. Pifagor teoremindən bu BY'ni tapa bilərik də. I20'nin kvadratı 400, çıxsam 12'nin kvadratını, 144'ü. 16'nın kvadratını verər də, 256'nı verər. Bura 16'dır, buranı da tapdıq. İndi qaldı bu məsafə. Bunu da oxşarlıqdan tapa bilərik də. Baxın, oxşar 2 dənə bucaq var. Daha doğrusu eyni bucaq var, kongruent bucaq və 2 dənə oxşar 3 bucaq var. O zaman tərəflərin nisbəti, yəni 9'un 16'ya olan nisbəti bərabər olmalıdır. Bu kiçik tərəfin X-in digər 3 bucağın tərəfinə 20 minus X-ə olan nisbətinə. Bitdi, tənasüb vurub hesablayacağıq. 16x bərabərdir 180 çıx 9x. Gəlsə bu yana 25x bərabərdir 180'ə. X də bərabərdir. Biraz ixtisar aparaq, 95, bu da demək, gəlsə düşəcək o həddə. Təqribən də hesablasaq, 7 onda 2 eləyər. Bitdi. 84 nömrəli sualda da hava yolu şirkətidir.
Demək, tək istiqamətdə bilet qiyməti var, iki istiqamətdə bilet qiyməti var. Asif və Nuraydır, bunlar da bilet alıblar. Hərəsindən ən azı bir dənə alıblar, amma yekunda da aldıqlarının sayını verib. Nə deyir? Onların ödədikləri ümumi məbləğ eynidir. Sonda da bir Nurayın aldığı tək istiqamətli biletlərin sayını tapın. Baxın, birinci tək istiqamətlilərin qiyməti 150 manatdır. İki istiqamətlilərin qiyməti, yəni həm gediş, həm də gəliş. Burada da yazılıb da. İki istiqamətlilərin qiyməti 180 manatdır. Yaxşı. Hərəsi bir dənə alır da ən azı. Bu öz yerində. İndi nə qədər aldıqlarını da sayla verib. Asif tək istiqamətlidən 18 çıx x dənə alıb. Elə bil ki, bir dənəsi 150 manat deyildi. 18 çıx x dənə alıbsa, yəni ki 18 çıx x dənəsinə bu qədər pul verər. Baxın, bu vur 150 qədər pul verər. Üstə gəl, iki istiqamətdən də alıb da, bunun da qiyməti 180 idi və x dənə alıb. X dənə. 180 x də buna pul çıxıb. Bunun yekun pulu budur və Nurayın yekun puluna bərabər olmalıdır. Nuray da tək istiqamətdə x plus 4 qədər alıb, ümumi bu qədər pulu çıxıb və iki istiqamətdə də bu qədər alıb. Bitdi, hesablamadır. Bu vurub açaqda demək 18 150, bu 2700 eləyər. Sonra çıx 150x üstə gəl 180x bərabərdir. Vurub açsaq burada 600 var, üstə gəl olacaq 150x. Burada da üstə gəl 2700. Diqqətlə baxaq, bəli, bu da 2700 eləyir. Bir də çıx 180x var. 2700'lər sağ və solda itdi. Sonra 150, 180. Burada 30x var. O tərəfdə də 150 mənfi 180 var. Mənfi 30x keçsə bu yana toplanacaq da. Üstə gəl 30x bərabərdir 600. 60x bərabərdir 600'ə. 85 nömrəli suala baxsaq, deyir ki, Aqil boş daxla birinci gün bir dənə 50 qəpi, 2 dənə 20 qəpi, 3 dənə 10 qəpi atır. Baxın, birinci gün. Belə yazım da, birinci gün. Aqil demək, bir dənə 50 qəpi atır, sonra 2 dənə 20 qəpi atır, 3 dənə də 30 qəpi atır. Sonra nə deyir? Deyir ki, bu, üzr istəyirəm, 3 dənə 10 qəpi atır. Deyir ki, o hər növbəti gün daxıla atdıqları qəpilərin sayından bir vahid artıq atır hərəsindən. Və neçə gün sonra daxılda 48 manat pul olacaq. Həmən o günü tapmalıyıq da. Birinci yekun hesablasaq nə qədər olacaq? Yekun demək 50, burada da 40. Gəlib 1.20 eləyir də 1 manat 20 qəpik bizim sadə dildə desək. Təsəvvür elə ikinci gün gəldi. İkinci gün gəldisə hərəsindən bir dənə artıq atacaq da. Yəni bir dənə 50 qəpik əlavə atacaq. Bir dənə 20 qəpik əlavə atacaq. Bir dənə 10 qəpik əlavə atacaq. Yekunda 80 qəpik əlavə atmış olur. Və bu hər gün davam eləyir. Ta bəlli bir günə qədər. Aha. Və o bəlli günü tapmalıyıq. Yığılan yekun pulların sayını da 48 verib. Yekun pullar da cəmlənir. Bilmirəm, bəlkə də artıq yadınıza gəldi. Ədədi silsilə yaza bilərik. Birinci hədd 1/2-dir. D silsilə fərqi 0/8-dir. Hər gün bu qədər artırır. Ümumi cəm də olmalıdır 48. Həmən bu n-i bilməliyik də. S-nin düsturu S-in bərabərdir 2A1 plus D-1 bölü 2 vur n. 2A1 plus D n çıx 1 bölü 2 vur n idi də. Tətbiq eləyək. 2A1 bu 2/4 eləyir. Üstə gəl 0/8 vur n çıx 1 bölü 2 vur n bərabərdir 48 verilmişdir də. Gəlin birinci bunu 2'yə bölək. Bunun hər tərəfini 2'yə böləndə olur 1/2. Üstə gəl 0/4 n çıx 1. Baxın, qıraqda bütöv n var. Bərabərdir 48 öz yerində dayanıb. Bunu vurub atsaq 1/2 n. Üstə gəl 0/4 n kvadrat çıx 0/4 n bərabərdir 48. Hesablayaq. Olacaq 0/4 n kvadrat. Qoy mən burada yazım. İndi sadələşdirmə aparsaq olacaq 0/4 n kvadrat. Üstə gəl 0/8 n bərabərdir 48'ə. Baxın, hər tərəfi mən 4'ə bölə bilərəm də və eyni zamanda 10'a da vuracam ki, bu
kəsr halından çıxsın. 10'a vuranda 4n kvadrat edir. 4'e bölsəm n kvadrat olacaq. Üstə gəlir 2n. O tərəfdə də demək 10'a vurdum 480 elədi. 4'e böləcəmsə 120. Atıram bu tərəfə. Bərabərdir 0. Kvadrat təlini diskriminant da gedə bilərəm, viyyət də gedə bilərəm. Düşünək bəlkə viyyət daha tez olar. Köklər cəmi -2, hasili -120. Düşünək, bunlar 12 ilə 10 ola bilər də. Demək, cəm -2-dirsə, n1 12, n2 də müsbət 10. Hasil -120, cəm -12. Bu n, bizim bu tapacağımız n günün sayıdır da. Bunu istəyir və müsbət olmalıdır mütləq şəkildə. Elə günün sayını 10 olaraq tapırıq. Bu şəkildə doğru cavab oldu 10 və beləliklə videomuzun sonuna gəldik. Sizlərə uğurlar arzulayırıq.